Mən bir burada tövsiyə edeyim. Bəli. Görürsünüz, indi kimsə hicaba riayət eləmir. Heç olmasa deməsin, hicab boş şeydir. Bu, Allahın hökmünə boş şey demə. Allahın bəyənmədiyi bir şeydir. Yəni, adam bəzi vaxtda bir şey eləməyəndə deyib, belə bir şey yoxdur. Baxın, şeytan hilələrindən biri bu ayəsini deyim sizə. Deyir, İnnəmə ya'murukum bis-su'i vəl-fəhşə və ən təqulu aləllahi mə la ta'ləmun. Şeytan birinci insana su, kiçik günaha dəvət edər. Sonra deyir, əl-fəhşə, böyük günaha dəvət edər. Hədisdə var, böyük günaha gedən yol kiçik günahdan keçir. Sonra bunu ilə qutarar, deyir, yox, ən təqulu aləllahi mə la ta'ləmun. Sənə didizdirmək istəyər ki, dinən ki, bu günah deyil. Ora qədər. İnsanı çıxartmaq istəyir bəndəçilik libasından. İnsanı nəinki günah etdirmək istəyir şeytan. İstəyirsin ki, deyilən bu günah deyil, boş şeydir. Kim deyir buna deyil günahdır? Kim deyir səlam almaq olmaz? O da ticarətdir. Kim deyir namaz, ürəyin təmiz olsun? Kim deyir qiyamət? Kim deyir hicab? Belə danışma. Məhz şeytan elə istəyir, bu da ora qədər gətirib çatırsın. Şeytan insana bunları didizdirmək istəyər. Sən müğayət ol. Xanım, indi hicaba riayət eləmişsə, demə boş şeydir də. Axı, sən heç oxumamısan da niyə boş şey deyirsən? İndi bir nəfər çıxacaq, məsələn, tutaq ki, o digər misal, sən axı, əlində elmi dəlilin yox, sübutun yox, ehtiyat elə. Hatta belə insanlar o dəyərlərdən də məhrum olur, ha. O birisi insanlar, görürsən, bir də sonra nə olur? Doğrudan da elə görmüşük də həyatımızda. Bir dönəm sonra o ilahi buyruqları da əməl də eləyir. Bu məsələdə diqqətli olalım. Allah müvəffəq eləsin. Amin.